Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub. Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə hərbi hava qüvvələrinə məxsus Si-130 tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub. Gözaltı. Reporta istinadən xəbər verir ki, bu barədə An-News telekanalının müxbiri Nini Nikoleyişvili Sığnaxı bələdiyyəsində qəzanın baş verdiyi yerdən məlumat verib. Qeyd olunub ki, təsdiqlənmiş məlumata görə, dağlıq ərazidə qəzaya uğrayan təyyarənin göyərtəsindəki 20 nəfərin hamısı həlak olub. Təyyarənin qalıqları Xalagiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Axtarış xilasetmə qrupları və helikopterlər çətin relyef və zəif görmə şəraitində işləyir, məlumatda deyilir. Vurğulanıb ki, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.